Genetik ötürülən xəstələrə məsələn, misal verirəm, Pompe xəstəliyi, hipertrofik kardiomiyopatiyanın bir özəlliyidir və ya Turner sendromu, onda uşaqda aorta koartasiya var və ya Digeorge sendromunda falatetrada var. O özü o genetik xəstəlik nə fəsad törədəcəyinin kökündən asılıdır. Deyərəm ki, Pompe xəstəliyi genetik bir xəstəlikdir. Onda hipertrofik kardiomiyopatiya var. Biz çalışırıq ki, o hipertrofik kardiomiyopatiya bir yolla onu əngəlini ortadan qaldıraq bir yolla. Numun kökündə pozğunluq varsa, onun kökündən həll eləmək, tamamilə deyim ki, %100 sağalacaq deyil. Və ya Turner sendromunda, o da genetik bir xəstəlikdir. Onun xəstəliyi aorta koartasiya var, o cərrahi əməliyyat olub, keçib gedir. Yəni, xəstəliyin genetik quruluşuna görə, növünə görə tədavi protokolu dəyişməkdədir. Şablon ifadə, deyəlim ki, hər kəs sağalır və ya heç birisi sağalmır deyə elə bir ifadə yoxdur, məlumatınız da olsun. Bu tür videonu izləmək üçün dəyərli izləyicilər, xahiş edirəm səhifəmizə abunə olun, ona görə gərəkən tibbi xidmət göstərilsin.